Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike leh. Ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Sallallahu aleyhi nebiyyina Muhammedin ve ala alihi və sahbihi əcməin. Danışmaq istədiyim mövzu Allahın izni ilə bugün dua haqqındadır. Nə üçün dualarımız qəbul olunmur? Təbii ki, hər birimizi düşündürən suallardan da biri budur. Elə deyilmi? Hər birimiz fikirləşirik. Mən dua edirəm. Neçə günlərdir, neçə həftələrdir, neçə aylardır və hətta ola bilsin neçə illərdir. Nə üçün mənim duama cavab verilmir? Nə üçün mənim duam qəbul olunmur? Hər birimiz bu sualı öz-özümüzə veririk. Lakin bunun səbəblərini bilirikmi? Nə üçün, hansı səbəbdən dolayı bizim dualarımıza cavab verilmir? Bizim dualarımız qəbul olunmur. Və istərdim ki, bu barədə danışaq. Hansı məsələləri ələ almaq lazımdır ki, bizim dualarımıza cavab verilsin? Və mən əminliklə deyirəm ki, kim bu 6 məsələni həyatında tətbiq eləyərsə, Allahın izni ilə onun dualarına cavab veriləcəkdir. Allahın izni ilə. Və bu mühazirəni təqdim edən şəxs deyir, bir dəfə mən bu haqda danışdığım zaman İndoneziyada elmi seminar vaxtı, deyir, həmin məclisdə İslam dəvətçiləri var idi. Və orada bir nəfər var idi ki, onun 17 il idi övladı olmurdu. 17 il idi, övladı olmurdu və təbii ki, o da dua edirdi və səbəblərdən tuturdu. Lakin Allahın qədəri 17 il idi ki, onun övladı olmurdu. Və şeyx deyir, mən bu mühazirəni onlara verdim. Yəni, mövzu bu haqda idi. Və onlara dedim ki, bu 6 məsələni öyrənsəniz, həyatınızda tətbiq edəsəniz, Allahın izni ilə sizin dualarınıza cavab veriləcəkdir. Və elə oldu ki, növbəti ilisi mən İndoneziyaya deyir gedəndə və həmin şəxslə qarşılaşdım və məni müjdələdi ki, artıq bu yaxınlarda övladım dünyaya gələcək. Yəni, subhanallah. Və şeyxə deyir ki, Allah sizdən razı olsun və mən sizin dediyiniz o tövsiyələri, o 6 məsələni öz həyatımda tətbiq elədim və beləcə mənim həmin o duam qəbul olundu. Əlhəmdülillah. Təbii ki, əziz qardaşlar, şeytan hərisdir. Bizə vəsvəsə eləyir ki, sən dua elədin, sənin duan qəbul olunmur. Məgər Allah-u Teala duaları qəbul edən deyilmi? Necə ki, elə Allah-u Teala məgər Quran-ı Kərimdə bir çox ayətlərində demirmi? Dua edən duasını qəbul eləyərəm. Necə ki, Allah-u Teala Bəqərə surəsində buyurur ki, وَإِذَا سَأَلَكَ عِبَادِ عَنِّي فَإِنِّي قَرِيبٌ أُجِيبُ الدَّعْوَةِ الدَّاعِ إِذَا دَعَانِ. Qullarım səndən mənim haqqında soruşduqda, mən onlara yaxınam. Dua edənin duasını qəbul eləyərəm. Və həmçinin Allah-u TealaĞafir surəsində buyurur ki, فَقَالَ رَبُّكُمُ دُعُونِي أَسْتَجِبْ لَكُمْ. Rəbbiniz dedi ki, mənə dua edin, mən də sizin duanıza cavab verin. Və şeytan gəlir və deyir ki, bəs sənin Rəbbin dualara cavab verən deyilmi? Elə isə niyə sənin duanı qəbul etmir? Əmmən yucibul muttarra izə dəahu və yəkşifussu. Kimdir? Yəni, insanın başına müsibət gəldiyi zaman, sıxıntı olduğu zaman onun sıxıntısını ondan götürən Allah-u Teala. Lakin Allah-u Teala sənin sıxıntını niyə aradan qaldırmır? Və şeytan daim vəsvəsə eləyir və çalışır ki, insanı ümidini kəssin, Rəbbindən qoparsın. Və necə ki, bir misal var, deyilir ki, keçmişdə bir kişi daimi olaraq məscidə gedib gələrdi, ağsaqqal yaşlı bir kişi. Və elə olur ki, məscidə bir dəfə getdiyi zaman quyuya düşür. Və ona bir nəfər şəxs quyudan çıxması üçün yardım edir, qaldırır onu və təşəkkür edir və beləcə onu evinə aparır. Və ona deyir ki, mən hər gün səni məscidə götürüb gətirəcəyim. Və beləsinə hər dəfə məscidi götürüb aparır. Həmin o ağsaqqal yaşlı kişi də yaşadığı məkanda bilirdi ki, onun yaşadığı yerdə salih bir kəs yoxdur. Yəni, heç kəs onu məscidə götürüb aparmaz. Və ondan soruşur ki, sən belə kimsən ki, mən səni tanımıram. Yəni, bizim yaşadığımız yerdə də belə bir şəxs yoxdur ki, bu salih əməli görsün. Sən kimsə, mənə xəbər ver. Və deyir ki, sən məndən bunu soruş. Məsələni, işi mənə burax, mən səni hər dəfə gedib gətirəcəm məscidə. Lakin kişi israr edir. Deyir, yox, sən mənə xəbər ver bunu. Deyir ki, mən şeytanam. Və həmin kişi deyir ki, necə? Sən şeytansan, bəs şeytan belə əməl etməz axı. Deyir ki, bəli, etməz. Lakin deyir, sən quyuya düşdüyün zaman Allah-u Teala sənin deyir, günahlarının yarısını bağışladı. Və qorxuram ki, sən ikinci dəfə düşəsən o quyuya, Allah-u Teala sənin günahlarının hamısını bağışlayır. Şeytan nə üçün bunu eləyir? Misyonerdir. Hə, bəli. Hər vəzifədə çalışır ki, yəni insan Rəbbinə yaxınlaşmasın. Lakin mühüm olan insanın Rəbbindən ümidini üzməməsi və Rəbbinə tərəf yönəlməsi və daim Rəbbinə dua etməsi və o 6 məsələlərdən elə birincisi də, əziz qardaşlar, necə ki, indi 6 məsələni biz bir-birinizə zikr edəcəyik.
Onlardan biri tələsməməkdir. Tələsməmək ən mühüm səbəblərdəndir. Çünki Allah Rəsulu sallallahu aleyhi və səlləm hədislərinin birində buyurur ki, sizlərdən biriniz dua etdiyi zaman tələsmədiyi müddətcə onun duasına cavab verilir. Bir şəxs dua edər və sonunda duasını kəsər. Deyər ki, mən dua etdim, mənim duama cavab verilmədi. Və onun duasını necə cavab verilsin? Və buna görə də xüsusən də bu müasir dünyamızda hər bir şey sürətlənibdir. Yəni, əvvəlki illərə nisbətdə, dövrlərə nisbətdə indi texnika sürətlənib, nəqliyyat vasitələri sürətlənib və xəbərlərin bir-birinə ötürülməsi sürətlənib, tez yayılması. Təbii ki, bunlar hamısı qiyamətin əlamətlərindədir, lakin dünyamız daha da sürətlənib və həmçinin ticarət məsələləri də sürətlənib və insanlar öz aralarında olan müamilələrdə sürətli olduğu üçün Allah-u Teala ilə də rabitədə onun sürətli olmasını istəyir. Lakin həqiqətdə isə insan belə olmamalıdır, yəni dua edən belə etməməlidir. Yəni, insanlarla olan müamiləsini Allahla olan müamiləsinə çevirməməlidir və duasında tələsməməlidir. Baxsaq görək ki, həqiqətən də bizlər üçün Peyğəmbərlərin həyatında, sahabələrin həyatında nə qədər ibrətlər var. Baxaq görək, yəni Allah rəsulları olan, elçiləri olan, Allaha ən sevimli bəndələr olan Peyğəmbərlər, onlardan biri Musa və Harun. 40 il müddətində dua edirlər, Fironun zülmü altında qalırlar və sonunda nə olur? 40 ildən sonra Allah-u Teala onları dənizə batırır. Fironu və onunla bərabər bütün ordusunu. Və onlar ümidini Allahdan üzmədilər, kəsmədilər. Allah-u Teala'nın vədinə inandılar və beləcə də Allah-u Teala'nın duasını qəbul etdi və onları Firon və onun əhlinin zülmündən qurtardı. Və həmçinin digər Peyğəmbər Nuh əleyhissalam, bilirsiniz, onun qissəsini də Quran-ı Kərimdə, Hud surəsində və həmçinin müstəqil surə var, Nuh surəsi. Nuh Peyğəmbər 950 il müddətində öz cəmaatını, qövmünü dəvət edir İslam'a və həmçinin öz övladını Ya buney irkam ma'nə, ey övladım, bizimlə bərabər bu gəmiyə min. Lakin övladı kafir olur və inanmır və deyir ki, mən bir dağa sığınacağam və o məni qurtaracaq. Lakin yenə də Nuh əleyhissalam onu çağırır, ümidini üzmür son ana qədər və artıq işdən keçdikdən sonra o da suya qərq olur. Yəni 950 il müddətində təsəvvür edin, bu insan dəvət edir, dua edir. Və həmçinin Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin həyatı elə bizlər üçün ən böyük örnəklərdən biridir. 23 il müddətində zəfər gözləyir. O 13 il müddətində Məkkədə olduğu müddətdə, 10 il müddətində isə Mədinədə. Lakin 23 ildən sonra Allah-u Teala ona Məkkənin fəthini bəxş edir, Məkkəni. Yəni, düşünün, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Məkkədən Mədinəyə hicrə etdiyi zaman çevrilir Məkkəyə baxır və deyir ki, Allah and olsun ki, əgər qövmüm məni səndən çıxarmasaydı, mən səni tərk etməzdim, çıxmazdım. Kövrəlir Allah Rəsulü sallallahu aleyhi və səlləm. Çünki Məkkəni sevirdi, doğulduğu yer idi və həmçinin Allahın evi Kəbə də orada idi, müqəddəs bir, mübarək bir yer idi. Lakin buna rəğmən Allah-u Teala 10 ildən sonra ona bu zəfəri nəsib edir. Hətta Hudeybiyyə sülhündə də, bilirsiniz, Hudeybiyyə sülhü Məkkəli müşriklərlə müsəlmanlar arasında bağlanan bir sülh müqaviləsi idi və bunun maddələri müsəlmanlara tərəf yox, əksinə müşriklərə tərəf idi. Yəni, müşriklərin leyhinə idi oradakı bəzi maddələr. Və hətta Ömər radiyallahu anhu etiraz edir. Gəlir, deyir ki, ey Allahın Rəsulu, sən məgər Allahın Rəsulu deyilsənmi? Biz haqq, onlar batil deyilmi? Belə olduğu halda nə üçün onların leyhinə olan maddələrin müqaviləsinə razılaşdın, sülh bağladın onlarla? Lakin Peyğəmbərimiz sallallahu aleyhi və səlləm deyir ki, yəni səbirli ol və Allah-u Teala Fəth surəsini nazil edir. İnnə fətəhnə ləkə fəthən mubinə. Həqiqətən biz sənə açıq-aşkar bir fəth nəsib edəcəyik. Həmin bu müddətdən sonra isə Allah-u Teala Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə zəfər nəsib edir. Lakin Peyğəmbərimiz sallallahu aleyhi və səlləm son ana qədər ümidini üzmür. Və belə olan halda da illər keçməsinə rəğmən də biz də dualarımızdan heç zaman kəsilməməliyik, ümidimizi üzməməliyik. Ola bilsin ki, dualarımızın gecikməsində də bir hikmət var. Lakin biz bilmirik. Lakin önəmli olan bizim dua etməmizdir. Necə ki, Ömər ibn Xattab radiyallahu anh'ın dua haqqında çox gözəl, möhtəşəm bir sözü var. Ömər ibn Xattab radiyallahu anh'ı deyir ki, mənim üçün dua etdiyim zaman o duanın qəbul olması önəmli deyil. Mənim üçün önəmli olan nədir? Mənim dua etməyə müvəffəq olmağımdır. Subhanallah, görün nə möhtəşəm sözdür. Yəni, mən ölənə qədər dua edəcəm, mən onun
duanın qəbulu üçün, o dua qəbul olundu, olunmadı, mənim üçün elə də çox fərq etmir. Əsas odur ki, Allah-u Teala məni dua etməyə müvəffəq eləyib. Çünki dua necə ki bilirsiniz, əzəmətli bir ibadətlərdəndir. İkinci məsələ, birinci məsələ dedik ki, duada tələsməmək. İkinci məsələ isə əmr bil ma'ruf və nəhi anil munkar. Bu da nədir? Yaxşılıqları əmr edib pis işlərdən çəkindirmək. Bu da mühümdür. Çünki bunun haqqında da xüsusi bir hədis var. O hədislərin birində Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, nəfsim əlində olan Allaha and olsun ki, baxın Peyğəmbərimiz sallallahu əleyhi və səlləm burada and içir. Kimə and içir? Allaha, Rəbbinə. Və bu da məsələnin nə dərəcədə təhlükəli, ciddi olduğunun bir təsdiqidir, dəlilidir. Və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, ya siz yaxşılıqları əmr edib pis işlərdən çəkindirəcəksiniz, ya da Allah-u Teala sizə elə bir cəza, elə bir müsibət göndərəcək ki, siz dua edəcəksiniz, Allah-u Teala sizin duanıza cavab verməyəcək. Baxın, ikinci məsələ. Əgər sən münkər gördünsə, onu inkar etmədinsə və yaxud da ki, yaxşılığa yönəltmədinsə, belə olan halda Allah-u Teala sənin duanı necə cavab versin? Sənin duanı necə qəbul etsin? Və bu da mühümdür. Necə ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bu haqda elə başqa bir hədisində buyurur ki, mən ra'a minkum munkaran, sizlərdən kim bir münkər bir şey görərsə, fəlyughayyir biyadihi, onu əli ilə dəyişsin. Fə illəm yəstəti, əgər bunu bacarmasa, fəlyughayyir bilisanihi, və onu deyir dili ilə dəyişsin. Fə illəm yəstəti, bunu da bacarmasa, fə bi qalbihi, qəlbində onu inkar etsin. Və bu da deyir, yəni imanın ən zəif dərəcəsidir. Yəni biz özümüzə sual veririk. Yəni yaşadığımız vaxtda, cəmiyyətdə nə qədər münkərlər görürük. Yəni getdiyimiz yerlərdə, kafelərdə, restoranlarda içki məclisləri görürük və yaxud da ki, açıq-saçıqlıq görürük və yaxud da ki, Allahdan qeyrisinə kəsilən qurbanları görürük, pirlər görürük və s. nə qədər şeylər görürük. Biz bunları dəyişə bilirikmi? Ən azından dilimizlə və yaxud da ki, ən azından qəlbimizlə. Heç olmasa qəlbimizdə nəsə bir Allahın xoşuna getmədiyi bir şey gördükdə qəlbimizdə onu inkar edirikmi? Deyirikmi? Hə, bunlar Allaha asi olur, içki içirlər. Qəlbimizdə o nifrət yaranırmı? Alovlanırmı? Buna yəni qeyrət deyir, dini qeyrət. Dini qeyrətin oyanırmı? Hansısa bir münkər gördüyündə, açıq-saçıqlıq gördüyündə. Əgər bu hal bizdə yoxdursa, demək ki, bizim dualarımızın elə qəbul olunmamasının səbəblərindən də elə biri məhz budur. İmam Şafiidən nəql olunur ki, bilirsiniz, məşhur məzhəb alimlərindən olub. Onun haqqında deyilir ki, İmam Şafii rahimehullah münkər bir şey gördüyü zaman dini qeyrətindən idrarı qan olardı, subhanallah. O dərəcədə, yəni onun qanı içərisindəki o qanı alovlanardı. Allahu akbar. Üçüncü məsələ günahlar. Günahları tərk etmək. Əgər sən günahlar üzərindəsənsə, bil ki, Allah-u Teala sənin duana cavab verməz. Və xüsusən də haram yemək, haram içmək, haram qazanc. Necə ki, Allah Rəsulü sallallahu aleyhi və səlləm elə hədislərin birində bu haqda da buyurur ki, səfərdə olan bir şəxs üstü başı toz içində əl açıb, ya Rab deyə dua edir. Lakin deyir, onun yediyi haram, içdiyi haram, yediyi haram, qazancı haram. Belə olan halda deyir, onun duasını necə cavab verilsin? Bu hədisə baxdığımız zaman görürük ki, burada duanın qəbul olması üçün səbəblərin çoxusu hasıl olub. Səfərdə olmaq. Necə ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, 3 səfərin duası qəbul olunar. Onlardan biri musafir. Musafirin duası qəbul olunur. Və həmçinin üstü başlı toz içərisində. Üstü başlı toz içərisində istirab halındadır, çətin bir vəziyyətdədir. Üçüncüsü isə ya Rab deyir. Necə ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir, bu haqda deyir ki, yəni ya Rab deyilərək edilən duada qəbul olunan dualardandır. Və həmçinin əl açıb yalvarmaq. Duanın ədəblərinin bir çoxsu yerinə yetib. Lakin yediyi haram, içdiyi haram, geydiyi haram, qazancı haram olduğu üçün Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, onun duasına cavab verilməz. Və günümüzdə də görürük sələmçilik, rüşvət, riba, oğurluq, əmanətə xəyanət, alınan borcu qaytarmamaq və digər haramlar nə qədər desən. Necə ola bilər ki, belə olduğu halda biz bu haramların içərisində olaq, haram qazanaq, rüşvət yeyək, borcu qaytarmayaq, qadir olduğumuz halda və belə olan halda bizim dualarımız necə cavab verilsin bu hədis əsası. Və bu da mühümdür ki, günahlardan çəkinmək,
həmin o dualarının qəbul olması üçün səbəblərdən biridir. Və hətta görün vəziyyət o dərəcəyə çatıb ki, yəni qardaşlar sual verir ki, yəni elm əhlindən birində sual verir. Deyir ki, qardaş qardaşı ata bilərmi? Yəni görün vəziyyət nə dərəcəyə çatıb. Yəni özü borc verəndə borcunu qaytarmasa həmin şəxs onu haram görür. Və deyir ki, filan qardaş deyir haram iş gördü, mənə zülm etdi. Lakin özü borc alanda onu qaytarmayanda deyir ki, mənim qardaşım da Allah üçün nə olacaq ki? Qaytarmasam da olar. Və bu suallar da verilir. Subhanallah, mən bu sualı eşidəndə dəhşətə gəlmişdim ki, yəni görün, yəni müsəlman qardaşlar arasında vəziyyət nə dərəcəyə çatıbdır. Və belə olan halda da necə bizim dualarımız qəbul olsun. Və eyni zamanda əziz qardaşlar, bu da mühümdür. Dördüncü məsələ, müsəlman qardaşlar arasında olan mehribançılıq. Yəni müsəlmanın öz müsəlman qardaşına qarşı qəlbində kinin, həsədin, ona qarşı düşmənçiliyin olmaması. Bu da mühümdür. Əgər sən duanın qəbul olmasını istəyirsənsə, buna da əməl etməlisən. Yəni Allah üçün qardaşını sevməlisən. Allah üçün qardaşın xətalarına yola verməlisən. Yəni sənə qarşı hətta etdiyi. Təbii ki, yəni burada Allahın haqqında olan bir şeydirsə, Allah üçün nəsihət edilir. Allahın haqqından keçirilmir. Lakin sənin haqqında hansısa bir xətaya yol veribsə, bu keçiləcək bir xətadırsa, güzəşdir, təğafül et və bağışla və qəlbində onun xətasına qarşı kin-küdurət özündə yaratma. Necə ki, elə bu barədə də Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, hər bazar ertəsi və cuma axşamı, yəni həftənin 1-ci və 4-cü günləri əməllər səmaya qalxar. Allaha şərik olan başqa bütün hamının əməlləri səmaya qalxar, qəbul olunur. Lakin 2 nəfərdən başqa. Onlar da kimdir? Bir-birləri arasında düşmənçilik, kin-küdurət, küsüllük olan kəslərdən başqa. O küsülü olanları Allah-u Teala deyir ki, onların əməlini saxlayın. Hətta nə vaxta qədər? Onlar arasında bu küsüllük gedənə qədər. Subhanallah. Və dua da ibadətlərdən biridir. Əməllərdən, elə ən əfsəl ibadətlərdən, əməllərdən biridir. Madam ki, bu əməl qalxmır və belə olan halda sənin duana necə cavab verilsin? Və hətta hədislərin birində də Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, bir dəfə sahabələrlə Allah Resulü sallallahu əleyhi və səlləm məsciddə oturarkən Allah Resulü sallallahu əleyhi və səlləm deyir ki, indi bir nəfər sizin yanınıza daxil olacaq, o cənnət əhlindəndir. Bir kişi daxil olur, ayaqqabıları qoltuğunun altında, saqqalından dəstəmaz suyu damcılayaraq daxil olur məscidə, 2 rükət namaz qılır və çıxır. Başqa bir əməl yox. Və ikinci gün yenə gəlir və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, indi sizin yanınıza bir nəfər kişi daxil olacaq, o cənnət əhlindəndir. Və dünən etdiyini eynən bu gün də edir və çıxır. Üçüncü gün yenə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, indi sizin yanınıza bir kişi daxil olacaq, o cənnət əhlindəndir. Və yenə eyni qaydada dünən etdiyi əməlləri edir və çıxır. Və sahabələr təəccüblənir ki, bu nə etdi ki, yəni onun etdiyinin artıqlamasını biz də eləyirik. Lakin bizim haqqımızda bu söz deyilməyib. Və sahabələrdən biri bunu izləyir və onun yanında 3 gün qalır. Və 3 gün qaldığı müddətdə görür ki, yəni bunların qıldığı namazdan artığını qılmır və başqa əlavə bir ibadəti də yoxdur, əməli də yoxdur. Və ondan soruşur və deyir ki, yəni Allah Resulü sallallahu əleyhi və səlləm sənin haqqında bunu deyir. Yəni sən hansı əməl sahibisən ki, yəni Peyğəmbərimiz sallallahu əleyhi və səlləm sənin haqqında deyir ki, o cənnətlikdir. Və həmin kişi deyir ki, gördüyün kimi mənim əlavə bir əməlim yoxdur. Yəni sizdən nə irəlidirəm, nə də geri. Lakin mən hər dəfə yatdığım zaman, yatmadan öncə qəlbimdə bütün qardaşlarımı Allah üçün bağışlayıram. Yəni qəlbimdə müsəlman qardaşlarıma qarşı heç bir kin-küdurət qalmır. Və məhz buna görə də, yəni subhanallah, baxın Peyğəmbərimiz sallallahu əleyhi və səlləm həmin o kişi haqqında deyir ki, o cənnətlikdir. Və buna görə biz qəlbimizdəki çirkinliyi, xəbisliyi, həsədi, paxıllığı, kini, nifrəti qəlbimizdən çıxarmalıyıq ki, Allah-u Teala bizim dualarımıza cavab versin. 5-ci məsələdə bu da mühümdür, əziz qardaşlar. Dua edərkən səlim qəlblə, qəflətdə olmayan oyaq qəlblə dua etmək. Çünki Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bu haqqda da hədislərin birində buyurur ki, Allah-u Teala qəflətdə olan qafil qəlbdən duaları qəbul etməz. Yəni baxırsan adam dua eləyir, lakin qəlbi orada burdadır. Fikri bazardadır, işindədir, gücündədir, başqa yerlərdədir. Və xüsusən də bunu biz təravih namazlarında çox müşahidə edirik və hətta ərəblərin elə özündədir.
Və məscid imamlarından biri deyir ki, bir dəfə mən məsciddə imam dayanarkən təravih namazını cəmaata qıldırırdım. Və dua eləyərkən deyir, müsəlmanların əleyhinə dua elədim, müşriklərin isə leyhinə dua elədim. Duanın özü belədir. Allahümmə əizzəl İsləmə vəl müslimin və əzillə şirkə vəl müşrikin. Allahım, İslamı və müsəlmanları izzətləndir, şirki və müşrikləri isə alçat, zəlil et. Yəni, forması bu şəkildədir. Lakin deyir, mən dedim ki, Allahümmə əizzəl şirkə vəl müşrikin. Və deyir, arkada duranlar deyirdi ki, əmin. Və əzilləl İsləmə vəl müslimin. Və deyir, arkada duranlar hamısı deyir ki, əmin. Və sonra deyir, mən xatamı başa düşdüm, tez dəyişdim. Dediyimiz o əvvəlki duanı elədim. Yenə deyir, əmin, əmin dedilər. Və namazı qutarandan sonra deyir, soruşdum ki, bəs mən deyir, duada xata elədim. Öz əleyhimizə mən dua elədim, məni niyə düzəltmədiniz? Deyir, vallaha bizim fikrimiz səndə deyil, elə sən dua etdikcə biz də deyir, elə əmin, əmin deyərək elə gedirdik. Elə ümmətin halı belə olduğu üçün sual verilə bilər ki, bax, Məkkədə, Mədinədə, xüsusən Ramazanda, həccdə milyonlarla müsəlmanlar dua edir. Nə üçün bizim dualarımız qəbul olunur? Nə üçün İslam müsəlmanlar izzətlənmir? Baxın, elə ümmətin halı bu gündə olduğu üçün. Və namaz qılarkən, namaz qılanda, namazı başlayandan axırına qədər fikrimiz orada burada olur. Dünya ilə məşğuldur. Baxmayaraq ki, namaz da əzəmətli bir ibadətlərdəndir və elə namazın elə özü, ərəbcə namaz sözü farscadır. Lakin ərəbcə saləhdir. Saləh də nədir? Ərəbcə salət duadır. Elə namazın əksər yeri də duadan ibarətdir. Fatihə duadan ibarətdir, rukusu duadan ibarətdir, səcdəsi duadan ibarətdir, təşəhhüdü duadan ibarətdir. Sən dua edirsən, dünya və axirət üçün dua edirsən. Sənin namazda fikrin, xuşun olmadıqdan sonra sənin o namazdakı olan dualarını necə cavab verirsin? Və bu barədə də bir maraqlı bir qissə var. Bilirsiniz, bu Şeyx İbn Üseymin, Allah ona rəhmət etsin, məşhur müasir alimlərdən olub. Onun Qasim şəhərində, Uneyzə məntəqəsində yerləri orada olub, məscidləri və Abdurrahman Əs-Saadi adlı məşhur alimlərdən biri olub. O da Şeyx İbn Üseyminin müəllimlərindən olub. Və deyir, o həyatda olarkən məscidin imamı idi. Və bir dəfə namazda olarkən məsciddə həmin o imam, yəni həmin o şeyx, alim xəta edir. Axşam namazının, şüşə namazının rükətlərinin sayını əksik qılır. Elə bir 4 rükət namazı 3 rükət qılır. Və namazı bitirdikdən sonra cəmaət təşvişə düşür. Hamısı bir-birinə deyir ki, deyəsən şeyx nəsə əksik qıldı. Biri deyir ki, yox, tam qıldı. Şeyx də görür, deyir ki, nə olub sizə? Yəni şeyxin heybətinə görə heç kəs birbaşa özünə deyə bilmir. Və deyir ki, deyirlər ki, bəs şeyx sanki elə bir namazı əksilmə oldu. Lakin heç birində yəqinlik yoxdur. Heç birisi demir. Və namazda da əgər o baş verərdisə, Sübhanallah deməli idilər. Lakin heç birisi demir. Namazdan sonra bəziləri yəqin olmadan o da şübhə içərisində deyirlər. Və soruşurlar bir-bir. Ay falan qılmışıq. Biri deyir ki, yox, tam qıldıq, 4 rükət qıldıq. Biri deyir ki, sanki deyir 3 rükət qıldıq, lakin dəqiq bilmirəm. Arxada duranlardan Şeyx İbn Üseymin deyir ki, həmin o şəxsi biz deyir göyərsin adını qoymuşduq. Məscidin deyir daim o pəncərəsinin yanında qılardı. Həmişə namaza gecikərdi, arxa safda qılardı namazı. Və deyir, adını göyərsin qoymuşduq onu. Həmin o kişi deyir ki, mən bilirəm. Deyir, biz yox, əksik qılmışıq namazı. Hamı da Allah haqqı deyir ki, maşallah içimizdə filənə xuşulub, kəs çıxdı. Deyir ki, mənim 4 dənə dükanım var. Məğrib namazından sonra işə bağlayıram. İşə namazında deyir, onların uçotunu aparım, hesabatını aparım. Deyir, birinci rükətdə birinci dükan, ikinci rükətdə ikinci dükan, üçüncü rükətdə üçüncü dükan, dördüncü rükətdə dördüncü dükan. Deyir, dördüncü rükətə gəlib çatmadıq, onun uçotunu apara bilmədim mən. Və onunla bildim ki, deyir, namazı əksik qalır. Yəni buna görə də Sübhanallah, yəni bizdə hətta namazlarımızda da, nəinki dualarımızda, namazlarımızda da qüsur var, namazlarımızda da eyiblərimiz çoxdur və bu da elə səbəblərdən biridir. Və həmçinin sonuncusu, əziz qardaşlar, şiddət halında duanın qəbul olmasını istəyirsənsə, o zaman rahat halında Rəbbinə dua et. Bu barədə də Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, əgər yəni xoş halında Rəbbinə ağzı dua etmirsənsə, o zaman şiddət halında sənə necə cavab verilsin? Və necə ki, bilirsiniz, mələklər xoş halında dua edənin səslərini tanıyarlar. Xoş halında həmişə dua edənlər, o zaman ki, şiddət halında, müsibət halında dua edərlərsə, mələklər onun səsini tanıyarlar və deyərlər ki, gəlin onun duası üçün əmin deyək. Və Allah Teala onun duasını qəbul etsin. Lakin o şəxs ki, Rəbbini yalnız darlıqda, sıxıntı halında tanıyarsa, sıxıntı halında əlacı dua edərsə, mələklər deyər ki, biz bunun səsini tanımırıq və beləcə onun duasını əmin deməzlər. Nə üçün? Rəbbini xoş halda tanımayanlar bu da elə dualarının qəbul olması üçün.
maneələrdən biridir. Və ən sonda isə əziz qardaşlar, bilmək lazımdır ki, hər bir halda mömin kəs Rəbbindən ümidini üzməməlidir və nə xeyirdirsə bilməlidir ki, Allah-u Teala tez ona nəsib eləyəcək. Və ola bilsin ki, istədiyin şey sənin üçün xeyirli deyil və yaxud da ki, Allah-u Teala daha xeyirli olan bir şeyi gələcəyin üçün saxlayıbdır. Yəni gecikdirilməsində də bir hikmət var və yaxud da ki, onun baş verməməsində. Necə ki, Allah-u Teala ilə Bəqərə surəsində buyurur ki, siz onu xeyir bilərsiniz, lakin o sizin üçün şər olar. Lakin elə ola bilər ki, siz onu şər bilərsiniz, o sizin üçün xeyir olar. Allah bilər, siz isə bilməzsiniz. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, dua edən kəs, dua edərkən birincisi, ya onun duasına cavab verilər, duası qəbul olunur bu dünyada. İkincisi, ya Allah-u Teala duasının əcrini, savabını axirətə saxlayar. Yəni qiyamət günü o savabla əvəz olunar. Üçüncüsü isə əgər başına hər hansı bir müsibət gələcəksə və beləsinə etdiyi duası vasitəsilə o bəla, müsibət onun başından dəf olunur. Və baxın, yəni müsəlman hər bir halında dua etdiyi zaman qazanclı çıxır, karlı çıxır və heç zaman uduzmur. Əziz qardaşlar, son olaraq da yenə başdan bu sadaladığımız 6 məsələni zikr edək. Birincisi dedik ki, dualarımızın qəbul olunması üçün bu 6 səbəbi həyatımızda tətbiq eləməliyik. Birincisi, dualarımızı edərkən tələsməməliyik. İkincisi, yaxşılıqları əmr edib pis işlərdən çəkindirməliyik. Üçüncüsü, günahlardan uzaq durmalıyıq. Dördüncüsü, müsəlman qardaşlarımıza qarşı qəlbimizdə kin, həsəd, nifaq, düşmənçilik olmamalıdır. Və həmçinin beşincisi, dua edərkən qəflətdə olmamalıyıq. Səlim, oyaq qəlblə dua etməliyik. Və altıncısı isə xoş halımızda Rəbbimizə dua etməliyik ki, şiddət, müsibət halında da bizim duamıza cavab verilsin. Allah-u Teala'dan istəyirəm ki, Allah-u Teala bizim dualarımıza cavab versin və bu dünyada bizi cəm etdiyi kimi öz uca cənnətində də cəm etsin və doğrusunu Allah bilir. Və sallallahu aleyhi və Muhammedin və alə alihi və sahbihi əcməin.